Hazırlan əziz nənələr, babalar, bütün ömrünü bu vətənə, bu torpağa həsr etmiş dəyərli ağsaqqallarımız, ağböçəklərimiz. Məni diqqətlə dinləyin, çünki bu gün danışacağım mövzu hər birinizin gələcəyinə, hər birinizin evindəki istiliyə, hər birinizin nəvələrinin rahatlığına birbaşa təsir edəcək. Qaz qiymətləri 2 qat artacaq, limitlər ləğv olunur. Bəli, düz eşitdiniz. Bu nə bir şayədir, nə də bir yuxu. Bu, Tarif Şurasının kərdorlarında aktiv şəkildə müzakirə olunan, hətta demək olar ki, artıq imzalanmaq üzrə olan bir qərar layihəsidir. Nömrə 88 sayılı yeni qərar layihəsi sizin həyatınızı alt-üst edə bilər. Əgər indiyə qədər siz, əzizlərim, hər qəpiyi düşünərək, hər kubmetr qazı qənaətlə işlədərək, güzəştli limitlərə sığışmağa çalışırdınızsa, indi bu lüksünüz də əlinizdən alınacaq. Yeni layihəyə görə artıq ayın ilk günündən etibarən hər bir kubmetr qaz üçün 24 qəpik ödəməli olacaqsınız. Hər kubmetr üçün 24 qəpik. Təsəvvür edirsinizmi? Sizin 300 manatlıq pensiyanız, hansı ki onsuz da 100 min dərddir ki, ayın sonuna qədər çatsın, indi nəvələrinizin titrəmədən, soyuqda, donmadan, isti bir evdə böyüməsi üçün yetərli olmayacaq. Bu ədalətlidirmi? Bu insanlıqmı? Yadınıza gəlirmi əzizlərim? Necə illər boyu kolxozlarda, zavodlarda, məktəblərdə, xəstəxanalarda ağır zəhmətlə çalışdınız? 5 il, 10 il, 20 il, 30 il, 40 il, bəlkə də daha çox. Sizin zəhmətinizlə bu ölkə tikildi, bu torpaqlar abadlaşdı. Bakının bu geniş yolları, rayonlarımızın çiçəklənən bağları, kəndlərimizin hər daşı sizin alın tərinizin nəticəsidir. Mən əminəm ki, aranızda əlləri qabar-qabar olmuş, ömrünün 45 ilini zavodda, qaranlıq sexlərdə keçirmiş, gecələr yuxusuz qalmış, soyuqda, istidə, qarda, boranda, yağışda, küləkdə çalışmış, uşaqlarını böyütmək üçün hər şeyi gözə almış nə qədər insanlar var. Mənə yazın əzizlərim, neçə il işlədiniz, hansı çətinliklərlə özləşdiniz, o illərdə maaşınız nə qədər idi, bəs indi pensiyanızla necə dolanırsınız? Həyatımızın ən gözəl illərini bu dövlətə xidmətə sərf edib, indi evinizi isitməyə belə gücünüz çatmayacaqsa, bu ədalətsizlik deyilmi? Gəlin bu ədalətsizliyə birlikdə səsimizi ucaldaq. Mənə şərh bölməsində neçə il iş stajınız olduğunu, hansı sahədə çalışdığınızı yazın. Bəlkə sizinlə bağlı da maraqlı bir hekayə var. O illərin çətinliklərini, əməksevərliyinizi mənə yazın ki, hamı bilsin. Əziz dostlar, dəyərli izləyicilər, mən bu kanalı sizin üçün açmışam. Sizin kimi minlərlə insanın hüquqlarını qorumaq, onlara kömək etmək üçün buradayam. Bu gün qazdır, sabah su olacaq, sonra elektrik. Bu kanala abunə olun ki, belə vacib məlumatları qaçırmayasınız. Bildiyiniz kimi qanunlar tez-tez dəyişir. Bəzən bu dəyişikliklər gizli qalır, bəzən isə elə təqdim olunur ki, adi bir insan üçün başa düşmək çox çətin olur. Mən hər zaman sizin yanınızda olacam. Qanunlardakı dəyişiklikləri sizə çatdıracaq, hüquqlarınızı qorumağa çalışacağam. Gəlin birlikdə daha güclü olaq. İndi isə gəlin əvvəlki vəziyyəti xatırlayaq əziz nənələr, babalar. Nə qədər ki, hələ bu yeni qərar layihəsi qəbul edilməmişdi, siz az da olsa rahat nəfəs ala bilirdiniz. Qaz təchizatı qaydalarına görə əvvəlki sistemdə məsələn aylıq 170 kubmetrə qədər istehlak üçün 8 qəpik, 170 kubmetrdən 250-yə qədər olan həcm üçün 13 qəpik, 250 kubmetrdən yuxarı isə 20 qəpik ödənirdi. Bəli, bu da ideal deyildi. Amma heç olmasa biraz qənaət etməyə imkan verirdi. Siz özünüzü soyuqdan qorumaq üçün hər ay xüsusi diqqət yetirirdiniz. O 170 kubmetr limitini keçməməyə çalışırdınız. Qaz sobasını biraz az yandırırdınız, bir otaqda toplaşırdınız ki, otaq isti qalsın. Yuxuya gedəndə sobanı tamamilə söndürürdünüz. Bəlkə də nəvələrinizə isti çay hazırlamaq üçün qazın xərcini fikirləşirdiniz. Bəli, bu da çətin idi, amma insan öyrəşir. İndi isə o limitlərinizdən alınır. Bu o deməkdir ki, istər 1 kubmetr işlədin, istər 1000 kubmetr. Hər kubmetr üçün 24 qəpik verəcəksiniz. Həyat yoldaşı Tofiq dayı ilə 60 ildən çox bir yerdə yaşayan və ömrünü kənd təsərrüfatına həsr etmiş Səkinə nənəni düşünürəm. Onların kənddə böyük, 3 otaqlı köhnə bir ev var. Uşaqları Bakıda, Rusiyada, Türkiyədə işləyirlər. Ayda bir neçə dəfə zəng edib hal-əhval tuturlar. Bacardıqları qədər kömək göndərirlər. Lakin nənə ilə baba bütün günü evdədirlər. Evə isti bir yuva verməyə çalışırlar. Ötən qış Səkinə nənə 180 kubmetr qaz işlətdiyi üçün 170 kubmetrə qədər 8 qəpikdən, qalan 10 kubmetrə isə 13 qəpikdən ödəmə etmişdi. Cəmi 15 manatdan biraz çox pul etmişdi. İndi isə o qədər qaz işlətsəydi, 24 qəpikdən hesablayanda təxminən 43 manat 20 qəpik ödəməli olacaqdı.
Bu Səkinə nənənin pensiyasının demək olar ki, 7də biridir. Qışda daha çox qaz işləndiyini nəzərə alsaq, bu rəqəm 2 qat, 3 qat artacaq. Bəs 300 manat pensiya alan Tofiq dayı ilə Səkinə nənə necə dolanacaq? İndi mənə deyin, DSMF-nin hesabatlarında pensiya fondunun artdığı deyilsə də, pensiyaların kifayət qədər olmadığı bir zamanda yaşlı insanların həyatını bu qədər çətinləşdirmək hansı məntiqə sığır? Bu təkcə qaz pulu deyil, bu sizin layiqli qocalığınıza bir həqarətdir. İnsanlar ömrünün çiçəklənən çağlarını ölkənin inkişafına sərf etdikdən sonra qocalıqlarını rahatlıqda keçirməli deyilmi? Niyə onlar hər ay kommunal xərclərin qorxusu ilə yaşamalıdırlar? Ağsaqqallarımızın, ağbircəklərimizin müdrikliyinə, təcrübəsinə ehtiyacımız var. Yoxsa onların qışda qaz pulu vermək üçün çəkdiyi əzablara? Təbii ki, bu vəziyyət bəzi kateqoriyadan olan pensiyaçıları daha çox risk altına atır. Kimlərdir onlar? İlk növbədə pensiya məbləği minimumdan, yəni 280 manatdan biraz yuxarı olan insanlar. Onların onsuz da hər qəpiyə ehtiyacı var. Sonra, tək yaşayan, qohum-əqrəba dəstəyi olmayan nənələr, babalar. Bakıda yaşayan, böyük, köhnə mənzillərdə qalan, xüsusən də kəndlərdə, rayonlarda yaşayanlar. Kənd yerlərində mənzillər daha böyükdür. Çox vaxt sentral isitmə sistemi yoxdur. Hamı qazla isinir. Və ən əsası, övladları uzaqda, Bakıda, Rusiyada, Türkiyədə işləyən, valideynlərini qışın sərt soyuğunda tək qoyub gedən insanlar. Onlar hər nə qədər kömək göndərsələr də, bəzən bu yetərli olmur. Ancaq var bəzi insanlar, hansı ki pensiya artımına haqq qazana bilərlər və ya bu qaz artımından daha az təsirlənə bilərlər. Məsələn, xüsusi xidmətlərinə görə yüksək pensiya alanlar, yəni dövlət qulluqçuları, millət vəkilləri kimi şəxslər. Lakin bu o demək deyil ki, onların da evi rahat isinəcək. Sadəcə, onlara bu digərləri qədər ağır zərbə olmayacaq. Bəs bizə nə deyirlər? Deyirlər ki, iqtisadi inkişaf var, dövlət büdcəsi artıb. Bəs bu artım niyə pensiyaçılarımızın, ömrünü bu dövlətə fəda edən insanların rifahına yansımır? Axı bu insanlar əlləri ilə bu ölkəni qurublar, uşaqlarını, nəvələrini böyüdüblər. Niyə onlar indi qışda evlərini isitməkdə çətinlik çəkməlidirlər? Məgər bizim böyük, mehriban bir ailə olduğumuz, qohum-əqrəba bağlarımızın güclü olduğu bir ölkədə yaşlılarımız bu vəziyyətə düşməlidir? Mən inanıram ki, hər bir evin dayağı olan ağsaqqal, hər bir ailənin ana ürəyi olan ağbircək evində isti bir ocaqda öz nəvə nəticələrini ətrafına yığıb onlara nağıllar danışmalıdır. Yoxsa qaz sayğacının rəqəmlərinə baxıb kədərlənməlidir. Yadımdadır, babam həmişə deyərdi, balacalar evdə olanda qazandan ətir gəlsin, evdən isti gəlsin, qoy uşaqlar bilsinlər ki, onların arxasında dayanan böyüklər var. İndi isə bu sözlərin mənası tərsə çevrilir. Uşaqlar soyuq evlərdə böyüməli, onların nənə babası isə qaz borcunu düşünməli olacaqlar. Bu bizim milli mentalitetimizə, bizim qonaqpərvərliyimizə, bizim yaşlılara olan hörmətimizə yaraşmır. Bəs siz necə düşünürsünüz, əziz həmvətənlər? Bu qərar sizin ailənizə, sizin həyatınıza necə təsir edəcək? Kim bilir, bəlkə də aranızda evini odunla, kömürlə isitməyə məcbur olanlar var idi əvvəldən. Bəlkə də kimsə artıq indi düşünür ki, uşaqlarının, nəvələrinin gələcəyi üçün bu soyuq qışı necə keçirəcək. Bəlkə sizin hansısa qonşunuz var ki, onun evi kifayət qədər istiləşmir, onun pensiyası buna imkan vermir. Amma o utanır bunu dilə gətirməyə. Mənə hər bir şərhi diqqətlə oxuyacağam. Sizin ağrınızı, sizin narahatlığınızı bölüşəcəyəm. Öz fikirlərinizi, təkliflərinizi bizimlə bölüşün. Mən bilirəm ki, bu videonu izləyən minlərlə insan var. Sizin hər birinizin fikri vacibdir. Gəlin, səsimizi duyuraq. Bəs bu çətin vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? Mən bir hüquqşünas olaraq sizə bəzi tövsiyələr vermək istəyirəm. İlk növbədə susmayın, əzizlərim. Susmaq, razılaşmaq deməkdir. Siz susduqca onlar düşünəcəklər ki, hər şey yolundadır, hər kəs razıdır. Bu qərar layihəsi hələ tam qəbul olunmayıb. Onu hələ də dəyişmək olar. Necə? Toplu müraciətlər etməklə. Bəli, bilirəm, bəzən bir nəfərin səsi duyulmur. Amma 10 nəfərin, 100 nəfərin, 1000 nəfərin səsi artıq fərqli səsdir. Yerli icra hakimiyyətlərinə, bələdiyyələrə, milli məclisə, deputatlara, hətta birbaşa prezident administrasiyasına kollektiv şəkildə məktublar yaza bilərsiniz. Məktublarda öz vəziyyətinizi, pensiyanızın azlığını, qaz pulunun sizin üçün nə qədər böyük bir yük olduğunu ətraflı şəkildə izah edin. DSMF-yə pensiya məbləğlərinin artırılması ilə bağlı təkliflərinizi göndərin. Çünki ölkədəki inflyasiya, qiymət artımları nəzərə alınmır.
Qaz qiyməti artırsa, pensiyalar da artmalıdır. Bu, bir-biri ilə əlaqəli iki məsələdir. İkinci tövsiyəm, qənaət yollarını axtarın. Baxmayaraq ki, bilirəm, bu sizin üçün onsuz da həyat tərzidir. Evlərinizin izolyasiyasına diqqət yetirin. Pəncərələri, qapıları yaxşı bağlayın, boşluqları aradan qaldırın. Təbii ki, bu hər kəs üçün asan deyil, amma kiçik şeylərdən başlaya bilərsiniz. Köhnə pəncərələrin şüşələrinin çatlarını bağlayın. Qapıların altından soyuq gəlməsin deyə kiçik əngəllər qoyun. Daha az istifadə olunan otaqların radiatorlarını bağlaya bilərsiniz. Ancaq ən əsası, əzizlərim, bu müvəqqəti həllərdir. Problem kökündən həll olunmalıdır. Üçüncü, ailə dəstəyi. Qohum əqrəba bağlarımız həmişə güclü olub. Övladlarınız Bakıda, Rusiyada, Türkiyədə işləyirlər. Onlarla əlaqə saxlayın, onlara vəziyyətin ciddiliyini izah edin. Bəlkə də onlar sizə hər ay biraz da olsa əlavə dəstək verə bilərlər. Bu utanılacaq bir şey deyil. Bu bizim adət-ənənəmizdə var. Valideynə dəstək olmaq hər bir övladın borcudur. Xüsusilə də qış aylarında, soyuq keçən günlərdə bir ailənin hər bir üzvü digərinə kömək etməlidir. Oğullarınız, qızlarınız zəng etdikdə vəziyyəti onlara aydın izah edin, çəkinməyin. Deyin ki, artıq o köhnə sistem işləmir. İndi hər kubmetr qaz daha baha olacaq. Dördüncü, hər şeyi sənədləşdirin. Bütün qaz qəbzlərinizi, pensiya məlumatlarınızı, hər hansı bir müraciət edirsinizsə, onların surətlərini saxlayın. Bu sənədlər gələcəkdə sizə hüquqi mübarizədə lazım ola bilər. Məsələn, pensiyanızın düzgün hesablanmaması və ya hər hansı bir güzəştin sizə tətbiq olunmaması ilə bağlı DSMF-yə müraciət etdikdə bu sənədlər çox vacib rol oynayacaq. Və ən son, lakin ən vacibi, məlumatlı olun. Qanunlardakı dəyişiklikləri, hökumətin qərarlarını izləyin, mənim kanalımı izləyin, digər etibarlı mənbələrdən məlumat alın. Bilgi gücdür, əzizlərim. Bilərək haqqınızı daha yaxşı müdafiə edə bilərsiniz. Unutmayın ki, sizin haqqınız var, bu dövlətin sizin üçün qayğısına qalmaq borcudur. Sizin ömrünüzün ən gözəl illərini bu dövlətə xidmətə sərf etmişsiniz, indi isə dövlət sizin üçün qayğısına qalmalıdır. Bütün bu danışdıqlarımızdan sonra indi sizə bir sual vermək istəyirəm. Əziz ağsaqqallarımız, ağbircəklərimiz, nənələrimiz, babalarımız, bu qış soyuqda donmaya hazırsınızmı? Yoxsa birlikdə mübarizə aparmağa qərar verəcəyik? Şərh bölməsində mənə cavabınızı yazın. Sizin hər birinizin fikri mənim üçün dəyərlidir. Birlikdə güclüyük.